Ayaqda şişkinliyin 3 əsas səbəbi. Bunlar hansılardır? Ayaqda şişkinliyi, varikoz xəstəliyi varsa əmələ gələcək. Bu zaman varikoz damar genişlənməsi hansı ayaqda daha çoxdursa, həmin ayaqda şişkinlik varikozun irəliləmiş mərhələlərində daha çox rast gəlinir. İkinci əsas səbəblərdən biri ürək xəstəlikləridir, kardioloji problemlər. Kardioloji xəstəliklər zamanı əsasən qan dövranı pozğunluğu olduğu üçün durğunluq yaranır və bu səbəbdən ayaqlarda şişkinlik əmələ gəlir. Lakin varikoz xəstəliyindən fərqli olaraq kardioloji xəstəliklər zamanı ayaqda şişkinlik hər iki ayaqda bərabər paylanmış şəkildə olur. Üçüncü əsas səbəblərdən biri böyrək xəstəlikləridir. Böyrək xəstəlikləri zamanı qanda zülal protein miqdarı artdığına görə bədəndə ödem yaranır. Bu ödem aşağı ətrafda daha çox rast gəlinir və kardioloji xəstəliklərdə olduğu kimi hər iki ayaqda bərabər şəkildə paylanmış olur. Sadalananlardan fərqli olaraq ayaqda şişkinlik, revmatizmal xəstəliklər zamanı, oynaq xəstəlikləri zamanı, hormonal problemlər olarsa, bəzi preparatların qəbulu zamanı, artıq çəkidən, həddindən artıq çox ayaq üstə duranda və ya uzun müddət oturaq vəziyyətdə olanda da rast gəlinir. Əgər ayağınızda şişkinlik varsa, o zaman ilk növbədə mütəxəssisə müraciət etməyiniz məsləhətdir.